إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, əziz dəyərli müsəlmanlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Buyurur ki, öz kəlamında, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik səhih ədəb və əxlaq mövzusunda olan risaləni, hansı ki Şeyx Albani Rahiməhullahın kitablarından seçilib, tərtib edilib və bugün müəllif yeni bir fəslə keçəcək və ədəb mövzusunda sonuncu fəsildir. Sonra isə əxlaqla bağlı mövzulara toxunacaq. O da cənazə ilə bağlı ədəblərdir. Ədəbül cənaiz. Cənazə ilə bağlı ədəblərdir və bir neçə fəslə bölüb. Və cənazə ilə bağlı ədəblər adlı bu fəsildə Əbu Hurayra radiyallahu anh'ın hədisinə toxunur. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, əsri'u bil cənazə. Cənazəni tələstirin, yəni tez aparın. Fə in təku salihətən fə xeyrun tuqaddimunəhə. Əgər salih olsa, yəni vəfat etmiş salihdirsə, onu xeyrə tələstirirsiniz, yəni xeyrə aparırsınız. Və in yəku sivə dəlik. Əgər başqa bir şeydirsə, ذَٰلِكَ وَاِنْ يَكُنْ سِوَ ذَٰلِكَ فَشَرٌ تَدَعُونَهُ عَنْ رِقَابِكُمْ. Əgər başqa bir şeydirsə, onda çiyinlərinizdən atacağınız bir şərdir. Yəni, şəri çiyinlərinizdən atırsınız. Xeyrə tələstirirsiniz dedikdə, yəni onu xeyrə doğru aparırsınız deməkdir. Və çiyinlərinizdən atırsınız deməyi sallallahu aleyhi və səlləm demək istəyir ki, onun şərindən və ya heç bir xeyr olmayandan rahatlanırsınız, yəni rahat olursunuz. Bu hədis, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql edilib bizə cənazə ilə bağlı ədəbi öyrədir. Yəni, bəzi ədəbləri öyrədir. Deməsi ki, sallallahu aleyhi və səlləm əsri'u bil cənazə. Cənazəni tələstirin. Bu əmirdir və şəriətin hikmətindəndir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu əmr etməklə vurğulayıb nə üçün cənazəni tələstirmək lazımdır. Yəni, cənazənin dəfnini əslində Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edir ki, dəfni tezləşdirin. Cənazəni tələstirin, yəni dəfni tezləşdirin. Əgər salihdirsə vəfat etmiş, onu xeyrə tələstirirsiniz, yəni ona xeyr təqdim edirsiniz. Yəni onu gözləyən, xeyri ona çatdırırsınız və ya onu xeyrə çatdırırsınız. Əgər bundan başqasıdırsa, onda çiyinlərinizdən atdığınız bir şərdir və ya bir şəri çiyinlərinizdən atırsınız. Ona görə bəzi alimlər deyiblər ki, sünnədir ki, cənazəni apararkən onu surətli aparmaq, yəni gəzə aparmaq və surətli bir şəkildə aparmaq. Lakin, surətli şəkildə aparmaq dedikdə, qəsd olunan odur ki, elə aparın ki, cənazə rahat geçsin. Yəni, onu cənazəni dağılma ehtimalı, yıxılma ehtimalı, əldən düşmə ehtimalı varsa, o cür surətli getmək icazəli deyil. Əksinə, surətli dedikdə, yəni, elə bir şəkildə ki, cənazəyə zərər toxunmasın. Və cənazəni daşımaq farz-ı kifayədir. Yəni, bir dəstə insan əgər cənazəni daşıyacaqsa, digərlərinin üzərindən onun öhdəliyi düşür. Və deyiblər ki, alimlər, cənazəni apararkən onu alçaldıcı bir şəkildə aparmaq icazəli deyil. Və ya apardıqda cənazənin yıxılma ehtimalı varsa, o cür aparmaq icazəli deyil, qadağadır. Və gəlib sünnədə ki, cənazəni kişilər daşımalıdır. Yəni, qadınlar daşımamalıdır. Hətta vəfat etmiş qadın olsa belə. Onu kişilər daşıyır. Nə üçün? Çünki kişilər daha qüvvətlidir. Qadınlar isə zəifdirlər bu məsələdə. Ona görə əmr olunub ki, cənazəni daşıyan, son mənzilə çatdıran kişilər olmalıdır. Və qadınların
daşımamasının əsas səbəbi kimi deyirlər ki, həm zəifdilər, həm də ehtimal oluna bilər ki, qadının hörməti saxlanılsın deyə, yəni qadının libası, üzərində olan paltarı açılma ehtimalı var deyə qadınlar daşımır cənazəni. Onlara cənazə daşımaq əmr olunmayıb. Bu öhdəlik kişilərə verilib. Və deyir ki, müəllif, bu zikr etdiklərim hamısı göstərir ki, cənazəni daşımaq və daşıyarkən gəzərək aparmaq sünnədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir və sünnədəndir ki, onu sürətlə aparasan, yəni tələsdirəsən cənazəni aparmaqda. Və hədisdən məqsəd, necə ki, cümhur alimlər vurğulayıb və doğru olan da budur ki, cənazə dəfn yerinə sürətli aparılmalıdır. Yəni, cənazənin dəfni gecikdirilməməlidir. Və nəql edilib, necə ki, Qadi Əyyaddan və başqalarından nəql edilib ki, burada cənazəni tələsdirmək dedikdə, əgər onun ölmə ehtimalı varsa, yəni bir insanın ölmə ehtimalı varsa, ona hazırlığı tələsmək. Bəzi alimlərdən cənazəni tələsdirmək dedikdə bu nəql olunub. Lakin bu söz doğru deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində gələn qəsdi deyil, ondan uzaq bir rəydir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm sözünün davamı buna dəlalət edir ki, burada cənazəni dəfn yerinə tələsdirməyə qəsd olunur. Çünki deyir ki, fəşərrun tadaunahu an riqabikum. Çiyinlərinizdən atacağınız və ya çiyinlərinizdən qoyacağınız bir şərdir. Yəni, çiyinlərinizdən atırsınız ona. Və gəlib bəzi sələflərdən ki, onlar cənazəni apararkən onu tələsdirməyi bəyənməyiblər. Və deyiblər ki, alimlər, onların bəyənməməsi ehtimalı ola bilsin ki, cənazənin tələsdirdikdə cənazənin aşma ehtimalını qəsd ediblər. Yəni, cənazənin aşması, dağılması ehtimalı varsa, bu səbəbdən sələflər bəyənməyiblər onu sürətli aparmağı. Yoxsa ki, sünnə cənazəni daşıyarkən sürətli aparmaqdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, fəşərrun tədaunahu an riqabikum. Çiyinlərinizdən atdığınız bir şərdir. Mənası odur ki, o insan əgər salih deyilsə, Allahın rəhmətindən uzaq biridirsə, onda məsləhət yoxdur sizin üçün onu ilə yoldaşlıq etməyə. Onda məsləhət yoxdur sizin onunla yoldaşlıq etməyə. Baxmayaraq vəfat edib. Ona görə alimlər deyiblər ki, buradan götürülür ki, əgər dost, yoldaş pisdirsə və ya avaradırsa və ya boş işlərlə məşğul olmaqdırsa, salih deyilsə, onlar da oturub durulmur. Əgər vəfat etmişlə belə rəftar olunursa, sağ olub, fayda olmayan insanla və ya fəsad əhli olan biri ilə, salih olmayan biri ilə oturub durmağın da heç bir xeyri yoxdur insanlar üçün. Ona görə onlardan uzaq olması çiyinlərindən şəri atmaqdır. Ona görə hədisdən çıxan faydalara baxsaq, görərik ki, ən birinci Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədislərindən görsənir ki, cənazənin hazırlanması və dəfnə aparılması sünnədir ki, tələsdirilsin, gecikdirilməsin. Həmçinin cənazənin gecikdirilməsi cinayətdir. Yəni, vəfat etmiş şəxsə qarşı edilən bir cinayətdir, haqsızlıqdır. Çünki onun gecikdirilməsi maniyədir Allah Taala'nın onun üçün hazırladığı nemətlərə qovuşmağa. Yəni, ola bilsin ki, Allah Taala salihdirsə, onun üçün hazırladığı nemətlərə onu qovuşturmağı gecikdirirsən, onun dəfnini gecikdirməklə. Həmçinin fikir versək hədisdən çıxan faydalardan, Peyğəmbər sallallahu aleyhi və səlləmin istifadə etdiyi ləfslər ən mükəmməl ləfslərdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm pis başa düşüləcək ləfsləri açıq aydın birbaşa sözlərlə istifadə etməyib. Fikir versək, deyir ki, in təku siva zəlik. Əgər bundan başqasıdırsa, deməyib ki, əgər fasiddirsə və ya fasiqdirsə, deyir, əgər bundan başqasıdırsa, yəni salih deyilsə. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin ədəbidir, peyğəmbərlik mənhəcidir, hansı ki, o yola tabi olunmalıdır. O cür ədəblə, əxlaqla, insan əxlaqlanmalıdır. Həmçinin hədisdən çıxan faydalardan bəzi insanların etdiyinə rədd var bu hədislərdə. Necə ki, bəzi insanlar təəssüf olsun ki,
yaxınlarından kimsə vəfat etdikdə gözləyirlər ki, yaxın qohumlarından və ya uzaq qohumlarından uzaqda olanlar gəlib çıxsın, sonra dəfn etsinlər. Və müddət bəzən görürsən ki, uzadılır. Bir gün, bəzən 2 gün, bəzən günlərlə. Bu da, necə dedik, vəfat etmiş şəxsə qarşı cinayətdir, onun haqqına girməkdir. Həmçinin asilikdir rəhmana Allah Teala'ya, eləcə də onun Peyğəmbərinə. Çünki bu açıq aydın Peyğəmbərin sünnəsinə müxalif bir əməldir.